Sıfırdan hər gün video izah paylaşıram. Gün 2. Bugün sürət və düzxətli bərabər sürətli hərəkətə baxacağıq. Sürət, biz yola görə sürət və yerdəyişməyə görə sürəti bir-birindən fərqləndirməliyik. Hansı ki, yola görə sürət V hərfi ilə işarə olunur və yolun zamanı nisbətdir. Yerdəyişməyə görə sürət də V hərfi ilə işarə olunur, yerdəyişmənin zamanı nisbətdir. Yol skalyar olduğundan yola görə sürət də skalyar kəmiyyət. Amma yerdəyişmə vektorial olduğundan yerdəyişməyə görə sürət də vektorial kəmiyyətdir. Düzxətli bərabər sürətli hərəkətdə adından da görünür. Trayektoriya düzxət olduğundan artıq burada yol və yerdəyişmə bir-birinə bərabərdir. Hansı ki, yol yerdəyişmənin moduluna bərabərdir. İndi baxın, bu gördüyünüz cədvəldə bir nümunə göstərmişəm. Tutaq ki, cisim hərəkətə başlayır. Birinci saniyənin sonunda 5 metr məsafə qət edir. İkinci saniyənin sonunda isə ümumi 10 metr məsafə qət edir və üçüncü saniyənin sonunda isə 15 metr ümumi məsafə qət etmiş olur. İndi burada biz sürəti tapa bilərik. Baxın, S bölək T 5 bölünsün 1, 5 verəcək. 10 bölək 2, 5 verəcək. 15 bölək 3, yeni 5 verəcək. 20 bölək 4 bizə 5 verəcək. Fikir versəz, baxın, bərabər zaman fasiləsində, bax, 1-dən 2-yə zaman keçdi, 1 saniyə vaxt keçdi və 5-dən 10-a nə qədər məsafə qət etdi? 5 metr. 2-dən 3-ə yenə 1 saniyə vaxt keçdi və 10-dan 15-ə yenə 5 metr məsafə qət etdi. Bərabər zaman fasiləsində bərabər qədər yollar gedir və trayektoriya düzxətdir. Deməli, bu hərəkət düzxətli bərabər sürətli hərəkətdir. Düzxətli bərabər sürətli hərəkətdə gördüyümüz kimi sürət dəyişmədir və həmçinin istiqamətdə dəyişmir. Sürətin həm ədədi qiyməti, həmçinin istiqamətdə dəyişmir. Həmçinin burada bizdən nə soruşulacaq? Sürətin x oxuca proyeksiyası soruşulacaq. Sürətin x oxuca proyeksiyası Vx bərabər olacaq Sx bölək T. Hansı ki, baxın, V bərabər S bölək T, Vx də bərabər olacaq Sx bölək T. Burada Sx yerdəyişmənin x oxuca proyeksiyasıdır. Baxın, tutaq ki, cisim başlanğıcda A nöqtəsində, yəni 1 koordinatındadır. X0-ımız başlanğıc koordinat 1-dir və son koordinatımız x-ımız da 4-dür. Burada Sx-ı necə taparam? 1-dən 4-ə nə qədər məsafə qət etdi? Əlbəttə ki, 4-dən 1-i çıxacaqsınız, olacaq 3. Neynədik? X-dan x0-ı çıxdıq. Gətirib indi bunu burada yerinə yazsaq, onda Vx bərabər olacaq. X çıxılsın x0 bölək T. Mən indi burada x almaq istəyirəm. Bunun üçün ilk öncə sürət tapacağam. X çıxaq x0 bərabər olacaq Vx vurulsun T. Buradan x-i tapanda x0 üstə gələk Vx vuraq T alacaq. Bax, gördüyünüz bu tənlik düzxətli bərabər sürətli hərəkətdə koordinatın zamandan asılılıq tənliyidir. Növbəti videoda isə burada qrafikləri sizlərə öyrədəcəyim.